Xalq artisti Ənvər Həsənovla vida mərasimi keçirilib. Aktyorun sənət yoldaşları, dostları onunla bağlı xatirələrini bölüşüblər. Mənim üçün bu gün çox ağır gündür. 50 ildən çox dostluğumuz olan Ənvəri Azərbaycan kinosunun incilərindən biri, gözəl sənətkarlardan biri Ənvəri itirdik. Ənvərin dəhşi kinoya, xalqa böyük töhfəsi var idi. Onu hamı sevirdi. Çox gözəl, çox yaxşı aktyor idi. Bir insan kimi də çox yaxşı insan idi. İtirmək çox pisdir. Dost itirmək çox pisdir. Təkcə mən yox. Azərbaycan kinosu itirdi. Azərbaycan xalqı itirdi Ənvəri. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hər deyəndə şəxsiyyət yetişmir. Mən bütün məsuliyyətimlə 81 illik ömrümün 67 ilin kino sərasər sərf eləyən bir adam kimi deyirəm ki, Ənvər Həsənovlar hər zaman yetişmirlər. Bu günlərdə biz 7 oğul istərəm filmindən bir statistik məlumat verirdilər bizə 50-liyi ilə bağlı. Dünyanın 148 ölkəsində bu gün də 7 oğul istərəm filminə baxırlar. Bu bilirsiniz nə deyən şeydir. Bugün Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, Azərbaycan kinosu, təbliğatı, Azərbaycan tanıtımı dünyanı gəzir dolanır. Burada Ənvər Həsənov xüsusi xidmət var və o birisi filmlərdən danışmıram. Ənvər müəllim təkcə Azərbaycan kinosunda, Azərbaycan mədəniyyətində deyək, həyatda da real bir şorufdur. Ənvər müəllim dud çörəkli bir şorufdur. O ömrün uzunu qısası yoxdur. Düzdür, Ənvər müəllim 75 illik bir ömrü yaşadı. Ancaq bu ömür bir örnək oldu. Azərbaycan kino sənətində iz bırakmış bir aktyorumuz bugün dünyadan köçür. Onun için, onun obrazları için Cəlalsın, Şahbatsın ve oynadığı bütün obrazlar için uşaqlığın son gecəsi bitir. Ve bugün o izi koyup gedir. Ənvər Həsənov Buzovna ailə qəbirstanlığında dəfn olunub. Qeyd edək ki, aktyor martın 16-sında vəfat edib.